Hər kəsə salam. Bu günlərin 30 Days Soft Challenge-ın 2-ci günüdür. Bu günlərin planlamaqla başladım günə. To-do list yaratdım. Əslində dünən də bu planları elektron versiyada telefonumda yazmışdım. Sadəcə gündəlik olaraq baxıb etdiyim planlarımı qeyd eləmək üçün belə dəftərə də yazmaq qərarına gəldim və bütün planlarımı qeyd elədim bu arada. Dünən idman haqqında tamamilə heç nə paylaşmasam da, elə ən çox addımı dünən atmışdım. 4200-ə yaxın addım atmışdıq. Sadəcə bugün biraz addımlarımız azdır. 618 addım, amma məncə yenə də yaxşı nəticədir. Sonra isə keçirik Koreya dilinə. Koreya dilindən oxu tapşırıqlarını elədim. Düzdür, 2 tapşırıq elədim, amma həqiqətən çox maraqlı idi. Bu ən sevdiyim mətindir bu arada. Növbəti günlərdə daha çox hazırlaşmaq istəyirəm, çünki 2 tapşırıq bir gün əslində çox azdır. Amma yenə də bir uniti bitirməyə çalışıram hələ ki, görək necə olur. Bundan sonra Koreya dilində məncə daha çox listening eləməliyəm, çünki listeningdən çox zəifəm və quizlər işləməyə çalışacağam. Amma belə unit 1-i də bitirməyim əslində çox yaxşı bir uğurdur. Koreya dilinə də plusumuzu qoyuruq. Sonra isə bu kitabı oxuyuram. Kitab əslində maraqlı idi, sadəcə biraz belə travmatik bir kitabdır deyə çox qədər də xoşuma gəlmədi. Amma yenə də oxumağa davam edəcəm deyə düşünürəm. Kitab oxumağımı da plus olaraq qeyd etdim. Hobbi olaraq isə J2-ni çəkəcəyik. Təbii ki, chibi version çəkəcəm. Daha belə mini versiyalardır. İndi çəkib göstərəcəm. Sadəcə korpusunu çəkir, çünki hamısını bir gündə çəkmək olmur. Bu bölməni tezləşdirdim, çünki həqiqətən çox uzun çəkmiş. Belə alındı, bilmirəm, işıqdan görünür, görünmür. Daha yaxşı görünür. Məncə yaxşı alındı. Gələn videolarda, növbəti videolarda tamamlaya bilərik bu şəkli. 10 dəqiqə hobbimi etdikdən sonra plusumu qoyuram. Sonra isə etdiyim addımları qeyd edirəm. Belə məncə plana uyğun irəlilədik. Bugünlük vloqumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti günlərdə görüşənədək sağ olun.